Ailə quranda ümumiyyətlə müəyyən kriteriyalara görə qurulur da. İndi hara gizlətsək də bu, yəni bu faktdır da, yəni bu. Bax indi hansı sizə kriteriyalara görə qurulmalıdır ki, bu peşmançılıq olmasın da sonra. Yəni bunun bir belə deyim də, bir demirəm formula, amma nəsə bir qaydası varmı bir? Ataların gözəl misalları var. O misallar min illikləri keçiblər. Gəlib indi bizə çatıblar. Yəni bu elə belə sözlər deyil. Bunlar hamısı həyat təcrübəsindən keçən sözlərdir. Atalar həmişə deyiblər ki, anasına bax, qızını al, dostlarına bax, oğlanı seç. Ailə yox, dostları bilər. O necədir? Bu da ana. Qızın böyüyü anadır. Tərbiyəsi, əxlaqı hamısı ana ilə bağlıdır. Atanın da rolu var. Bir 30%. Qalanı hamısı ana ilə bağlıdır. Və ana gedən yolu balada gedəcək. Gecə tezi var. Ona görə baxıb, bax keçmişdə elçiliyə gedirdilər, düzdür? Oğlanla qızını bir-birini görüblər, xoşları gəlib bir-birini. Gəlirdi evdə deyirdi ki, get filan qapıya, gör necə qızdır. İndi nasıl vücudu xoşuma gəlib. Nə bilim, əxlaqı necədir. Gedirlər, qonşudan soruşurlar. Qom əqrəbəsini araşdırırlar. Görüm kimdir, kökü kimdir, nəsli kimdir. Nə qədər dərinə girsələr, o qədər də yaxşı olur. Görürlər ki, bu köklü, nəsilli insandır. Tərbiyəsi yerindədir. Ona zaval yoxdur. O yaşayacaq. Bir də ki, bu süd çayı keçəndən sonra, mən master süd çayam və süd çayı keçəndən sonra başa düşmüşəm ki, insanın evinə gərək qonaq gedəsin tez-tez. Toydan qabaq, nişandan qabaq. Niyə? Ər-arvadın münasibətindən başa düşəcəksən ki, bu evin abu-havası necədir? Bu evin böyüyü kimdir? Kişidir, yox qadındır. O fərq edir ki? Əlbəttə ki. Əlbəttə ki. Necə təsir edir ki? Baxın, içəri belə bir dənə çay qoyulmaqdan bilinir ki, bu evin böyüyü kimdir? Çayı birinci kimin qabağına qoyurlar? Bu evdə. Himcimlərindən, göz qaşla, danışıqlarından başa düşmək olur ki, hegemonluq qadındadır ya kişidədir bu evdə. Qadında olanda nə olur, kişidə olanda nə olur? Kişidə olanda bu olur birinci platforma süd çayla, elmi ilə. Birinci layihə bizim dədə-baba layihəmiz. Evin böyüyü kişi olur. Bu tipa normal sayılır da bu da. Əlbəttə ki, evin böyüyü kişi olmalıdır. Qanun kişidədir. Kişi 9 kompetisiyanın 9'unu da bağlamalıdır ailədə. Onda qadın xoşbaxt olur. Bəs əks olanda? Əks olanda qadın hegemonluq eləyirsə, oğul olur podkabluçnik. Podkabluçnik dabanaltı deyirlər də bizdə. Oğul olur dabanaltı. Mama uşağı deyirlər bizdə. Mama uşağı, dabanaltı. Onun gələcəyi yoxdur. Onun evlatları da elə olacaq və Allah Taala elə ailələrə oğul vermir. Nəsil dayanır. Əslində elə bir ailələrdə ana əgər oğluna bağlıdırsa, faktiki olaraq onu elə bədbaxtlıq elə oradan başlayır, faciə oradan başlayır əslində. Yəni belə o demək deyil, yəni mən səhv başa düşməsin mənizə. Mən demək istəmirəm ki, ana oğlu sevməməlidir ya, oğlan ananı sevməli. Yox. Hamısının öz yeri var. Bağlılıq momenti yarananda bağlılıq, o artıq hər şeyi başlayır. Sevginin verilmə dərəcəsi var da, yəni. Sən bir oğul kimi verirsən sevgini və yaxud da tam sevgi verirsən, bu düzgün deyil əslində. Bu birbaşa təsir edir. Mən sizlə razıyam bu cəhətdən.